Ölkə xəbərləri ilə davam edirik. Tullantıların düzgün idarə olunması ilə bağlı media tur təşkil edilib. Mətbuat nümayəndələri Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin təsərrüfat sahələrində olublar. Təmiz Şəhər ASC-nin təsərrüfat sahələrində tullantıların düzgün idarə olunması prosesi nümayiş olunur. Daha ətraflı məlumatları isə bizə Təmiz Şəhər ASC-nin şöbə müdiri Orxan Cabbarov məlumat verəcək. Buyurun Orxan bəy. Salam, xoş gördük. Qeyd edeyim ki, VUF13 əməliyyat şirkəti ilə Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti arasında memorandum imzalanıb və qeyd edim ki, şəhər idarəçiliyində tullantıların düzgün idarə olunması vacib istiqamətlərdən biri olduğu nəzərə alınaraq, məsələ forum çərçivəsində də bu mövzu əsas müzakirə mövzularından biridir. Bunu nəzərə alaraq VUF13 əməliyyat şirkətinin təşəbbüsü və Təmiz Şəhər ASC-nin təşkilatçılığı ilə bugün media nümayəndələri üçün təsərrüfat sahəsinə tur təşkil olunub və bu turda jurnalistlər bərk məişət tullantılarının qəbulu, zərərsizləşdirməsi prosesi ilə bağlı məlumatlanırlar. Eyni zamanda tullantıların düzgün idarəçiliyində ilkin çeşidlənmənin nə dərəcədə vacib olduğunu ictimaiyyətə nümayiş elətdirirlər. Çünki tullantıların düzgün idarə olunması ilkin çeşidləmədən, yəni evlərdən başlayır. İnsanlar evlərində tullantıları düzgün şəkildə çeşidlənmiş olsalar, o zaman şəhərlərdə ətraf mühitin mühafizəsinə daha böyük töhfə vermiş olarlar. Çünki Bakı şəhərində yaşıl və narıncı qutular yerləşdirilib. Bugünkü məlumat turunda kommunal xidmətlər MMC-nin nümayəndəsi də iştirak eləyir və jurnalistləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılır, onların sualları cavablandırılır və bu istiqamətdə düşünürük ki, məlumatlılığın çox olması tullantıların düzgün idarə olunmasına da böyük təsir göstərəcək.